deyək ki, Xəyanət serialı bitsə, ağlınızda belə bir fikir varmı, yeni layihələr? Belə şeylər çəkməyin. Yeməyimə fikir verirəm. Gülürsüz, nəyə gülürsüz bilmirəm, amma bizim biraz tamaşaçı bir acımasızdır. Amma onlar da reyting xatirinə bəzən hadisəni ortadan başlayır. Belə serial olar 6-cı bölümdən sonra başlayır. Bir də ömür boyu elə bir rol oynamaram. Aktyor olaraq gələcək karyeranı davam etdirməmək istəyirdimi, yoxsa sadəcə olaraq? Bizdə biraz aktyorluğa biraz fərqli yanaşırlar. Biraz heyvanımı tapım, nəyimi tapım. Düşünürsünüzmü ki, Cövdət bəy, keyfiyyəti qaldırmaq üçün 10-12 bölümlük seriallara keçmək lazım? Bu serial o vaxt tutmaz ki, ölkədə işıqlar sönər. Amma axı bu kinodur. Salam, 200 1-ə xoş gəlmisiniz. Bugün çox maraqlı, çox xarizmatik və çox yaraşıqlı bir qonağımız var. Aktyor, prodüser Cövdət Şükürov. Xoş gəlmisiniz Cövdət. Salamlayıram hər kəsi. Necəsiz? Təşəkkürlər, yaxşı. Sağ olun, çox sağ olun. Cövdət bəy, bəs siz özünüz necə təqdim edirsiniz? Əslində Cövdət Şükürov kimdir? Cövdət Şükürov kifayət edir məncə. Məncə də. Qəşəng. Cövdət bəy, ümumiyyətlə sizi geniş kütləyə tanıdan hansı layihə oldu? Aha. Demək, Dəfnə Ağacı serialı var idi o vaxtı. Düzdür, mən 2013-cü ildə Səni İnanıram serialına çəkildim. Orada ola baxılırdı, qəşəng serial idi. Orada da tanındım, amma məncə ən çox İmtahan serialında daha geniş kütləyə tanındım. Amma bir film də var idi, sadəcə Sev filmi. Elə bir camiyə daha çox məni oradan tanıdı məncə. İmtahan serialı ümumiyyətlə bütün orada olan aktyorlar üçün uğurlu oldu. Hə. Yəni çoxunun ulduzu parladı o serialda. Yaxşı serial idi. Yaxşı serial. Yaxşı serial. Bəs olubmu ki, belə Cövdət bəy, çəkildiyiniz hansısa serialda ümumiyyətlə nəyə əsasən qərar verirsiniz? Belə deyək də, rola görə, xarakterə görə, ya serialın uğurlu olub-olmayacağını öncədən təxmin eləyə bilirsiniz? Belə deyim də, o vaxtı bizim elə lüksümüz yox idi. Biz yəni daha çox pul kim verirdi, ora gedirdi. Yəni obraza baxmırdıq. Hə, yəni biraz o dövrlər elə dövrlər idi ki, bizim yəni elə məsələn mən Ceysiz Gəlinlər serialında oynamışam. Heç mənə xas olmayan bir obrazdır. Yəni mən bir də ömür boyu elə bir rol oynamaram. Məsəl üçün, yəni bir rəssamdır, belə sakit tərzdir, romantik. Məndə yoxdur elə bir şey deyə çox pis alınıb. Mən indi baxıram o seriala belə çevirirəm ki, inşallah verməsinlər efirdə elə serial. Yəni Serial deyəndə serial uğurlu serial. yox, serial uğurludur. Mən öz obrazımdan danışıram. Yəni elə bir obrazlar oynamaq istəmərəm. İndi daha çox seçirəm. Seçirəm deyəndə ancaq öz layihələrimdə oynayıram, başqa layihələrdə oynamıram. Prodüser kimi bəli, daha bəli. çox sizi görürük. Bu seçim nədən irəli gəldi? Ümumiyyətlə, yəni aktyor olaraq gələcək karyeranı davam etdirməmək istəyirdimi, yoxsa sadəcə olaraq? Yox, mən prodüserliyi sevirəm. Məncə aktyorluqdan daha çox sevirəm prodüserliyi. Hə, çünki bir necə deyim, belə yaratmaq mənim xoşuma gəlir. Yəni bir proyekti götürək, bəli sıfırdan qurmaq, ora cəlb eləmək. Misal üçün mən bütün proyektlərim nəticə verəndə yaxşı, mən çox sevinirəm, xoşbəxt oluram. Belə azart kimi. Bəli, bəli. Mən bir azart yaşayıram da elə bil ki. Aktyor kimi mənim bir iddiam yoxdur. Yəni aktyor, hə, mən aktyor işim mənim üçün ikinci dərəcəli işdir mənə görə. Mənim üçün. Maraqlı yanaşma. Amma sima tanınanda daha çox sizə uğur gəlir məncə. Əlbəttə o da var da. Yəni mən aktyorluğa güc vermirəm, belə deyim. Yəni üstündə işləmirəm. Yəni necə deyim? Ağırlıq onun üzərində deyil, belə deyil. Yox. Mən prodüserliyi daha çox sevirəm. Prodüserluq kifayət qədər zəhmət tələb eləyir. Yəni belə asan görünməsin. Yox, Layihəni yox. əvvəldən başlayıb təhvil vermək, bütün hər şeyə cavabdeh olmaq və bu prosesin içində bir də aktyor kimi işləmək. Olurmu ki, düşünürsüz ki, elə özümü oynayıram? Yəni bu obrazı elə mən özüm oynayım. Yox, yəni elə özüməm də, özüm kimi davranıram. Hə. Məsəl üçün Xəyanətdə Tural obrazı nə Mən qədər sizə ümumiyyətlə yaxşı? aktyorluğa biraz başqa cür yanaşıram. Mənə görə misal üçün mənim Xəyanətdə oynadığım obraz və yaxud bəzi televiziya serialları, əgər sən konkret bir adamı oynamırsansa, misal üçün tarixi bir qəhrəmanı oynamırsansa, yəni belə olmuş bir adamı oynamırsansa, ancaq özündən çıxış eləməlisən.
bizdə biraz aktyorluğa biraz fərqli yanaşırlar. Biraz nəm heyvanımı tapım, nəyimi tapım. Hə, yəni mən elə şeylər bilmirəm. Bu mənim fikrimdir. Ola bilər hamı mənimlə razılaşmasın. Mən nə bilim, aktyorluq daha sadə olmalıdır. Özündən çıxış eləməlisən. Yəni mən olsaydım necə olardı? Mən elə oynayıram, bilmirəm. Yəni Xəyanət serialında mən sırf elə oynayıram. Məsələn, elə olur heç ssenari ümumiyyətlə bilirəm, heç tekstlərə baxmıram. Sırf içimdən, yəni qabağımdakı aktyorlara yəni kifayət qədər ötürürəm nə lazımdır. Hə. Amma yəni təkrarlamıram. Yəni əzbərləmirəm daha doğrusu. Əzbərləmirsiniz, tamam. Bəs süjet xəttinə, hadisələrin gedişatına, ssenaristlərə bir təkliflər olurmu? Xəyanət serialını Gəray Həsənov ssenaristi, başqa kim? Bir də Pərizat xanım yazır, Gərayla bir yerdə yazırlar. Əsas amma Gəraydır. Müdaxilə eləyirsinizmi məsəl üçün? Mütləq. Bütün gedişatı mən Gərayla bir yerdə qurıram. Mümkün deyil ki, mən bilmədən nəsə orada bir xətt olsun. Önəmli xəttdən söhbət gedir. Son dövrlərdə efirə də artıq getdi. Qardaş Andı serialımız çox maraqlıdır, kifayət qədər də elə bilirəm ki, uğur gətirəcək. Çünki bu mövzuda ilkdir. 44 günlük müharibəni əhatə edən ilk hərbi serialımızdır. Uğurlu olsun ilk öncə. Ümumiyyətlə layihə necə oldu, yarandı, necə başladı? Biz Gərayla söhbət elədik. Əslində film çəkmək istəyirdik, hərbi film. Xəzər rəhbərliyindən belə bir təklif gəldi ki, bəlkə bir film işləyək, hərbi film. Amma sonra elə qismət oldu ki, bunu serial eləyəsi oldu. Belə deyim, çox çətin layihədir. Çox, həqiqətən biz yəni, çox əziyyət çəkdik. Həm prodüser tərəfindən əziyyət çəkdim, həm aktyor kimi mən orada xüsusi təyinatlı oynayırdım. Çox əziyyətli bir işdir. Yəni deyim ki, soyuq, heç onları demirəm də, soyuq filan, əsəb. Amma bilirsiniz, bizim biraz tamaşaçı bir acımasızdır. Hə, yəni müqayisələri düz aparmırlar. Yəni bizim misal Qardaş Andı serialı tamam yaxşı bir serialdır mənim düşüncəmə görə. Uğurlu bir işdir. Amma biz yəni dünya miqyası ilə bizi müqayisə edirlər, adam pisinə gəlir. Çünki biz çox əziyyət çəkmişik. Məsələn mən şərhləri bəzən oxuyuram, bəyənən tərəflər çoxdur. Yəni dəxlisiz bəyənməyən adamlar var ki, belə şeylər çəkməyin, nə bilim türklərə baxın, nə bilim Amerikanlara baxın. Adam yaza bilmir ki, yəni elə deyil də. Yəni bizim kino industriyamız çox balacadır. Biz yəni elə ölkələrdən müqayisə olunmamalıyıq. Biz ancaq özümüz üçün. Yəni və bu üstəgəl televiziya layihəsidir. Bu serialdır. Yəni bu film deyil, bədii film. Əlbəttə, məsələn Dolu filmi ilə müqayisə edirlər. Dolu filmi bir yəni büdcəli bir filmdir, bədii filmdir və 2 saatlıqdır deyək. Mən dəqiq bilmirəm, indi bir bədii film. Amma bizdə 33 bölümdür. Yəni çox çətindir. 33 bölümdə fikir çatdırmaqla bədii filmdə fikir çatdırmaq biraz fərqlidir. Tam gücümü qoyub 2 saatlıq bir büdcəli film çəkmək hara, bir serial çəkmək hara. Nə bilim, mən daha tamaşaçıdan daha anlayış gözləyirdim, amma təəssüf ki, belə düşünənlər var. YouTube-a gec yüklənməsindən bağlı da narazılıqlar var, rəylərdə. Biz ümumiyyətlə bizim strategiyamız elədir ki, digər seriallarımızda da biz elə bil ki, məsələn, Xəyanətdə 5 bölümdən 1 gəlir. Məsələn, efirdən 5 bölüm geridədir YouTube. Qardaş Andıda da 1 həftə geridədir, 1 bölüm. O da səbəb odur ki, biz televiziya üçün işləyirik bu serialları. Biz istəyirik televiziyadan baxsınlar. Çünki YouTube bizə bir şey qazandırmır. Bu YouTube serialı deyil, platforma serialı deyil. Və bu sırf televiziya serialı olduğu üçün bizi televiziya tamaşaçısı maraqlıdır. İndi bizim bəzən deyəndə çoxsu indi nəticə verməyən bəzi seriallarımız var. Yaxşı işlər görürlər, misal üçün böyük işlər görürlər, amma nəticə vermir. Adını da qoyurlar ki, bizə reyting lazım deyil. Məncə hamıya lazımdır reyting, yəni bir yalandır. İndi özlərini elə sakitləşdirməyə çalışırlar, amma məncə yəni reyting gözəl şeydir. Niyə? Çünki sən bilirsən ki, ona tamaşaçı baxır. Aktyor seçimləri nəyə əsasən oldu orada Cövdət bəy? Yəni kastinqlər oldumu, yoxsa artıq layihə yarananda beyinlərdə formalaşmış aktyorlar var idi ki, bunlar bu obrazlarda olmalıdır? Bəli. Mən ümumiyyətlə kastinqi qəbul edəmirəm.
Nə maraqlı yəni. Hə, yəni önəmli rollardan söhbət gedir. Yəni mən Baş tanıdığım rollara bəli. tanıdığım aktyorlarla işləməyə üstünlük verirəm və özünüz də görürsünüz ki, mənim 3 layihəm var. Üçü də demək olar ki, eyni truppadır. heyət. Burada öyrən ora yer, orada öyrən bura yer. Hə, yəni mən sevirəm eyni aktyorlarla işləməyi. Amma yeni simalar tapa bilmirik, çətindir. Məsələn, yeni sima yoxdur. Yoxdur. Gənc aktyorlarda biraz əziyyətdir. Məsələn, qadın, qız obrazı tapmaq çox çətindir. Hə, yox, yəni çətindir. Bu nədən irəli gəlir? Həmin sahəyəmi ümumiyyətlə müraciət azdır xanımlar tərəfindən, yoxsa Yox, nə bilim, yetişmir. Yetişmir. Bəlkə də var, yəni var, əlbəttə ki, var bir barmaq sayılacaq qədər vardı, amma yəni çox deyil. Təəssüf. Bəlkə ola bilər professional aktrisalar olur ki, serialın gərgin iş qrafiki ilə və belə deyək qonorar sisteminə razılaşmırlar çox vaxt layihələrdən. Yəni siz o tərəfdən yanaşırsınız, mən bu tərəfdən yanaşıram. Yox, bizdə belə hallar aktrisalar, olur. üzr istəyirəm, gənc aktrisalarda problem ən çox nədir? Demək gəlirlər, parlayırlar. Kimsə aşiq olur bunlara, misal üçün. Bunlar da aşiq olurlar təbii ki və ərə getmək arzuları əmələ gəlir və Ailə qurmaq. bəli, Ailə qurandan sonra ailə qurmamış serialdan gedir. Sonra xəbər gəlir ki, sən demə ailə qurmayıb, alınmayıb. Yəni belə problem. Gedirlər, gəlirlər. Misal üçün heç ailə də qurmurlar. Misal üçün bəzən var belə tanıdıqlarımız ki, aşiq olur. Misal üçün hə, oğlan qoymur ki, çəkilmə belə şeylərə. Hə, gedir, sonra oğlandan ayrılır, təzədən yaş sıfırdan başlayır. Yəni bizə biraz aktrisa Görürsüz qadınlar üçün çox çətindir də. çətindir. Bəs yaxşı, bu nöqteyi nəzərdən baxsaq, sizin öz həyat yoldaşınız da aktrisadır və sizlə bərabər rol alır. Sizdə belə qadağalar olurmu? Yenə deyirəm, yəni mən ancaq öz layihəmdə, ancaq mənlə ola bilər. Yox, bu da müəyyən qədər qadağadır. yəni. Yox, hə, ola bilər də. Yəni yenə deyirəm də, bu ümumiyyətlə bütün Azərbaycan kişilərin problemidir də yəqin ki. Təbii ki. Heç kim istəməz də yəqin ki, mən oğlanlara anlayış göstərirəm. Yəni onu qadağa qoyan oğlanlara anlayış göstərirəm. Normaldır. Kim istəyər öz sevdiyi həyat yoldaşı və yaxud da kimləsə partnyor olsun. Amma axı bu kinodur. Yox. Eləyənlərə də hörmət edirik, amma bəzən elə misal üçün kişilər var ki, sahiblənməyi sevirlər də. Düzdür. Hə, yəni bu normaldır. Hər iki tərəf hörmətə layiqdir məncə. Yox, qarşılıqlı anlaşma halında mümkündür. Mən deyirdim qadınlar daha çox sahiblənməyi sevir. Ola bilər. Ola bilər. Yəni mən də eyni ilə. Yəni mən o demək deyil, mən gedib istədiyim xanımlarla Filmlərdə. Yəni sizə də o qadağa var. Həyat qadağa yoldaşınız deməyəm, mən sadəcə tərəfindən. anlayış göstərirəm. Anlayış Yəni eyni ilə də mən Çox də. gözəl. Çox gözəl, maraqlıdır. Bəs belə deyim də, fərqli bir janrda necə özünüzü sınamaq istəyirsiniz? Düzdür, dediniz, aktyorluq mənim üçün o qədər vacib deyil, amma məsəl üçün deyək ki, döyüş hərbi serial çəkirsiniz də, deyək ki, orada döyüş səhnəsi bilmirəm, hər halda ola bilər, bəlkə də var növbəti bölümlərdə. Məsələn, bunlara necə cəhd edirsiniz bir aktyor kimi formada qalmaq? Ümumiyyətlə formanızı necə qoruyub saxlayırsınız? Mən ümumiyyətlə idmanı çox sevirəm. Yəni mən məktəb vaxtından idmanla mütəmadi məşğul olmuşam. Aha. Düzdür, sonra yəni çəkilişlər filan bəzən formadan düşürük, kökəlirik, arıqlayırıq, o qədər elə şeylər olur aktyorlarda. Amma mən necə deyim, idmanı çox sevirəm. Yəni idmana gələndə dincəlirəm. Ona görə yəqin ki, orada formada qalıram. Həm də mən biraz sağlığa meyilli adamam. Yəni sağlam yaşam tərzim. Hə, yəni ki, içki, siqaret belə şeylərdən uzağam. Hə, yeməyimə fikir verirəm. Yəni xəmir xörəklə az yeyirəm. Düzdür, indi bu bayram olanda adam biraz başını buraxır. Hər şey yeyirsən, amma şirnidir, yəni xəmir xörəklərdir. Belə çalışıram ümumiyyətlə istifadə eləməyim. O bəlkə mənə biraz formada saxlayır. Yoxsa mən əslində kökəlməyə meyilliyəm bu dəqiqə. Maşallah nə boydaydım. Bəs bu qardaş andına hazırlıq necə getdi? Biz Ülvi bəylə görüşmüşdük, çəkilişimiz olmuşdu. Onun hərbi tərəfləri ilə bağlı müəyyən çətinliklər olmuşdu. Onlar necə, yəni o mərhələlər ümumiyyətlə çoxmu çətin keçdi, yoxsa daha Mən ümumiyyətlə burada Müdafiə Nazirliyinə təşəkkür eləmək istəyirəm. Çox sağ olsunlar, bizə yetəri qədər dəstək oldular. Biz bir ay filan aktyorlar xüsusi təyinatla hazırlıq keçdik. Çünki xüsusi təyinatlar biraz
necə deyim, biraz ağırdır. Niyə? Hər şeyi düz eləmək lazımdır. Məsələn, sıravi əskəri oynayan aktyorlar səhv eləyə bilir, amma xüsusi təyinatda səhv eləyə bilməz. Silah tutmaq, qaçış, hərəkət, bunlar hamısını biz məşq elədik. Düzdür, bir ay çox azdır bunun üçün. Amma yəni necə deyim, ağırdır. Ağırdır. Bizim üstümüzdən məsələn bir 70-80 kiloya yaxın sursat olurdu. Yəni hərəkət eləmək çox çətin. Mənim məsələn belimdə nədir, protruziya var məsəl üçün. Çox əziyyət çəkirdik. Əyil, dur, qalx. Yəni ona görə ağır işdir və indi necə deyim, tamaşaçıdan hansısa tamaşa neqativ fikir gələndə adama xoş gəlmir. Çünki hər kəs əziyyət çəkib. Gecə gündüz soyuq. Məsələn biz Pirküşgül istiqamətində çəkirdik. Dağın üstüdür, çox küləkdir. Yəni düşünün, yəni bir ay bundan qabaq da, bir ay yarım bundan qabaq, 2 ay bundan qabaq, ora necə küləkli, özdə Bakı bilirsiniz də necə küləklidir. Hər kəs donurdu. Xəsarət alanlar oldu mu? Yəni yox, şükür Allah, olmadı, heç kim olmadı. Hər kəs sağ-salamat evinə qayıtdı. Çox gözəl. Sima olaraq yaraşıqlısınız. Yəni üzünüzə demək olmasın, üzünüzə də demək olar. Nisbi də biraz baxır ki. Yəni daha çox təriflər yazırlar sizə, məsəl üçün. Mən Tural rolu ilə bağlı, indi daha çox Tural rolu ilə sizi daha çox tanıyırlar da, belə deyək. Mənfi rəy eşitmədim. Hamı Turalın tərəfini saxlayır. Mənim xalam da sizə baxır, onun da oğlunun adı Turaldır. Yəni hamı sanki Turalın fanatıdır. Ümumiyyətlə yaraşıq, yəni bir avantajdır, yəni. Yox, düşünmürəm. Yaraşıq tamam orada bir faiz oynayır, orada nəsə oynayır. Amma mənə görə aktyor yaraşıqdan daha çox xarizmatik olmalıdır. Və tamaşaçıya nəsə maraqlı gəlir. O qədər bizim yaraşıqlı, maşallah olanlarımız var ki, məsələn bəziləri də çəkilir. Amma heç adamı cəlb eləmir. Niyə? Çünki belə quru bir yaraşıqdır da, yəni belə. Çünki ancaq özləri ilə məşğuldurlar. Gözümü qıyım, üzümü çevirim, saqqal filan. Mən o etapı aşmışam. Mən o vaxt məsələn ilk işimdə mən də elə idim ki, gözəl düşüm, yaraşıqlı düşüm, elə ağlayım, yaraşıqlı görünüm. Mən o etapı keçdim. Çünki mənə görə sadəlik tamaşaçını daha çox sevir. Efirdə eybəcər görünməkdən qorxmamalıdır. Hansısa duyğunu ötürürsə. Yox, əlbəttə ki. Amma mənim indi biraz mövzudan kənar çıxacağam. Mənim misal üçün bizim bəzi rejissorlarımızla, prodüserlərimizlə razılaşmıram bəzi yerlərdə. Niyə? Məsələn, televiziya ilə bəzən platformanı qarışdırırlar. Məsələn, Netflix deyək ki, bir platformadır. Ora biz pul ödəyirik, giririk, istədiyimizə baxırıq, istəmədiyimizə baxmırıq. Düzdürmü? Məsələn, mövzunu oxuyuruq ki, filan şiddət və məsələn mən şiddət sevməyən adamam da. Mənə görə yəni ümumiyyətlə qorxudur, şiddətdir, manyak, öldürmək, kəsmək. Mən belə şeylər sevmirəm. Məncə insanlara psixoloji təsir eləyir elə şeylər. Olmaz elə şeylər. Televiziyada ümumiyyətlə olmaz elə şeylər. Və televiziya elə bir yəni yerdir ki, istəmədən misal üçün 15 yaşında bir oğlan, düzdürmü? O indi bizim kimi düşünmür də, biz seçim eləyə bilmir. Düzdürmü? Yetişməyib, seçim eləyə bilmir. Açdı, gördü ki, orada bir film gedir, serial gedir, nə bilim onu kəsir, bu bunu doğrayır, orada söyür, bu. Və oturur ona baxır. İstər-istəməz bunun şuuraltısına neqativ şeylər yüklənir. Düzdürmü? Bu mənə görə yəni düzgün bir şey deyil. Ümumiyyətlə mən son vaxtlar görürəm bəzən detektiv seriallar çəkirlər, nə bilim onu vurdu, onu öldürdü. Televiziyada məncə elə şeylər olmamalı və özünüz də görürsünüz ki, televiziyada elə şeylər nəticə vermir. Bir dənə mənə elə bir serial göstərin ki, televiziyada gülürsüz, nəyə gülürsüz bilmirəm amma qəşəng güldüm. Maraqlıdır, müzakirə yaranır. Yəni həqiqətən dərindən düşünsək, düzdürmü? Televiziyada 0.80, nə bilim 0.70 reytinq verirlər, YouTube-da çox verirlər və buna necə deyim, xoşbəxt olurlar. Halbuki televiziyada elə şeylər var ki, misal üçün, gəlin misal çəkək. Biz indi kifayət qədər böyük adamları baxmışıq. O vaxtın Braziliya serialları var idi. Düzdür, necə deyim, mənəvi cəhətdən bizə yaxşı şeylər ötürməyə bilərdilər. Onların həyat tərzi, onların mədəniyyətinə, məişətinə uyğun. Yəni biz bəzən baxırdıq, özümüzə də aid eləyirdik də. Yəni amma fikir verirdiniz,
Ancaq yaraşıqlı adamlar çəkirdilər. Qızları gözəl, oğlanları yaraşıqlı. Epizodda oynayır bir dənə yaraşıqlı oğlan. Epizodda gəlir bir dənə gözəl qız. Yəni biz uşaq vaxtı özümüzü oğlanlara oxşadırdıq, qızlarını da sevirdik o serialların. Bəli, hamımız keçmişik o dövrdə. Mənə görə televiziyada necə deyim, yaraşıqlı baş rollardan söhbət gedir. Yaraşıqlı, gözəl adamlar, estetik. Bəli, ümumiyyətlə televiziya estetikanı sevir. Bilirsiniz, televiziyada bəzən elə belə üzr istəyirəm ifadəmi, mundar şeylər verirlər, belə yayımlıdılar seriallarımızda. Hə, yəni olmaz. Çünki mən oturmuşam yemək yeyə, təsadüfən bir kanal çevirdim. Yemək mənim daha burnumdan gəldi. Elə şeylər, siz nə bilim, yəni ona görə də reyting vermir. Sonra da gəlirlər, otururlar belə iclas plan edirlər ki, biz niyə reyting vermirik? Siz niyə reyting vermirsiniz? Çünki estetikaya uymursunuz. Mənim xalam atıram, misal üçün, və yaxud əmim, və yaxud sizin qohumlarınız, kimsə, niyə otursun ona baxsın? Janr məsələsi var və belə deyək də, razıyam sizinlə müəyyən qədər, amma müəyyən qədər razı deyiləm. Çünki janr fərq var da, yəni janrlarda. Bəli, mən sizdən razıyam. Baxın, misal, o vaxtın dedektiv serialları var idi da, İtalyan və yaxud digər. Orada, misal üçün, adam biz də öldürürük. Xəyanət serialında biz gündə adam öldürürük. Baş qəhrəman 20 dəfə ölür, amma sağ qalır. Yox, çünki, ola bilər, elə şeylər ola bilər. Mən estetikadan danışıram, gözəllikdən danışıram. Biz adam öldürə bilərik, amma onu biz iyrənc şəkildə görsətsək... Yox, təbii ki. Görüntü vacibdir. Yəni, ümumiyyətlə, serial mılni operadır da, yəqin bilirsiniz. Bunu biz maksimum nə qədər uzada bilərik? Uzadırıq da, eyni şeylər təzdən təkrarlanır filan. Söhbət burada senaridən getmir. Mən hər şeyi qoyuram qırağa. İş ola bilər möhtəşəmdir, iş ola bilər əladır, amma platforma üçün. Bəli, fərq var. Bəli, televiziya elə şeylər sevmir. Məsələn, bədii filmlər var, Pila filmi var misal üçün, yaxşı filmdir, düzdürmü? Amma biz onu təsəvvür edin ki, hər gün saat 10-da serial kimi onu verirlər. Belə serial olar? Yox. Ola bilər? Yox. Bəli, o siz dediyiniz janr film və yaxud platforma. Məsələn, Netflix-də var elə şiddətli seriallar. Kim şiddətli sevir, girib baxa bilər. Kim qorxunu sevir, girib baxa bilər. Məsələn, mən qorxu filmlərinə baxa bilmirəm, baxmıram. Məsələn, cin, filan, ruh. Mən elə şeylərə ümumiyyətlə baxmıram. Sevmirəm, çünki mənə negativ təsir eləyir deyə sevmirəm. Və onları bizə, necə deyim, zorla bizə baxdırmaq istəyirlər. Olmaz elə. Mənim fikrimcə olmaz. İndi kim nə istəyir? Müəyyən qədər razıyam, müəyyən qədər dediyim kimi razı deyiləm. Çünki müxtəlif janrlar olmalıdır, detektiv janrı da olmalıdır. Sadəcə yayım saatı var və müəyyən televiziyanın qanunlarına uyğun. Üzr istəyirəm. Mən demədim ki, detektiv janrı pis janr, möhtəşəm janrdır. Sadəcə estetik görünür. Sadəcə detektiv serialı çəkəndə tamaşaçıları nəzərə almaq lazımdır. Təbii, bu əgər televiziyada yayımlanırsa... Bəli, bu televiziyada yayımlanırsa burada şiddətə ehtiyac yoxdur. Detektiv nədir? Ölümü araşdıran bir, atıram da misal üçün, nəyisə bir araşdıran bir janrıdır, düzdürmü? Araşdır da, yəni gərək onun gözünü oyub çıxardasan. Cinayətdən söhbət. Amma mən görməmişəm axı belə hallar ki, yəni lap belə şiddət göstərilsin efirlərdə. Onu qalsa xəbərlərdə gündə, yəni biz şiddət xəbərləri oxuyuruq. Amma bulur yeniyetmələrə də qarşı, uşaqlara da qarşı, yəni bunu bəlkə də onlar hamısı bunların nəticələridir ki, bu qədər filmlər açıq izlənir, seriallar bu qədər açıq göstərilir və yeniyetmələrdə də bu aqressiyalar, bir-birinə olan bu işgəncələr, nə bilim, əziyyət vermələr, negativ halların baş verməsi bəlkə də bunların nəticəsidir. Fikir vermədən yayımlanır, çəkilir, göstərilir, amma heç kim düşünmür ki, bu gənclərə, yeniyetmələrə necə təsir edir? Ya bunlar da bir yerdən sonra böyüyüb artıq böyük cəmiyyətə atılır. Ümumiyyətlə qatil, əgər qatilə aid bir serial, film çəkirsənsə, ona haqq qazandıra bilməzsən. Yəni haqq qazandıra bilməzsən. Bu adam qatildir. Lap düz eləyib öldürüb deyək ki, misal üçün necə deyim, o adam yaxşı adam deyildi onu, amma yenə də ona haqq qazandıra, o onu öldürə bilməz. O ona haqq vermir ki, o pis adamdır, mən bunu öldürə bilərəm. Hüquq var. Yəni onun necə deyim haqqları var, onun mənəvi haqqları var deyək ki, sən misal kimsən ki, kimsə cəzalandırıb və ona haqq qazandırasan ki, bu filan şey elədi, mən ona görə onu öldürdüm. Və ona haqq qazandırmaq məncə cinayətdir. Qatilə belə vəkil təyin olunur və son söz haqqı da verilir. Məncə televiziya tək televiziyalıq deyil, ümumiyyətlə sosial şəbəkələrin bu qədər əlçatan olmalıdır. Sosial şəbəkələr biz azaddır.
Azaddır. Yenə də yeniyetmələr də istifadə eləyir. O artıq bilirsiniz ailədən gələn bir məsələdir. O artıq olan problem. Çünki indi elə bir zamandır ki, sosial şəbəkələr düz deyil, belə ifrat dərəcəsində bir necə deyim açıqlıq var. Mən onu qəbul eləmirəm. Məsəl üçün Artıq müəyyən müəyyən qadağalar qadağalar tətbiq olunacaq. bəli, o Cərimə tətbiq olunacaq. məncə də çox şiddətli cərimələr olunmalıdır hətta. Çünki nə bilim, hətta mən bir ara deyirdim ki, TikTok kimi platformalara bağlansalar daha yaxşı olar. Çünki düzgün də istifadə Düzgün olunmur istifadə şəbəkələrdən. olunmur. Yəni tamam başqa məqsədlər üçün istifadə edirlər və TikTokun bəlkə də yaranma məqsədi o deyildi. Hansı məqsədlə Təbii ki, o istifadə deyil. Yəni də belə daha əyləncəli başladı. İndi daha belə ifrat. Bizdə özdə lap belə heç belə nə bilim. Adam bir də görürsüz, misal üçün də hardasa otursan TikTok vərəqləyirsən də indi belə videolara bax. Bir görürsüz belə söyüş qabağa çıxdı. Utanırsan oturduğun yerdəki bu nədir? Elə bilirlər qəsdən oturduq, baxdıq, bildiniz? Yəni belə çox idarə olunmaz bir vəziyyətdədir. Mənim çox təəssüf. Amma belə deyək də, sosial şəbəkələrin müsbət tərəfləri də var. Tanınmaq, deyək ki, öz layihələrinizi təqdim eləmək, tamaşaçı rəylərini oxumaq. Yəni sizin həyatınızda sosial şəbəkə hansı yerdədir? Məsəl üçün Instagramdan istifadə edirsiniz. Mən ümumiyyətlə bilmirəm, izləyirəm. Mən ancaq işlərimni, yəni son vaxtlar ümumiyyətlə ancaq işlərimi paylaşıram. Ona görə də mənim yəni baxış belə görürsüz sayım düşür. Çünki mən ancaq işlərimi paylaşıram. Aktyor əslində rejissor da, yəni onlar ancaq işlərini paylaşmalıdırlar. Zaten yəni onların reklamı elə onların işlərində də. Bir də görürsüz mənim şəkil paylaşırıq, məsələn, yoldaşım şəkil paylaşır, mən repost edirəm. Çox baxılır. Amma iş paylaşırıq, baxmırlar. Şəxsi həyat daha maraqlıdır. Şəxsi həyat çox. Məsələn, biz bu boyda işlər görürük, bizim dəyərli saytlarımız. Bu boyda işlər görürük. Məsələn, biz 3 ildir ölkədə birinci proyektdik. 3 ildir ki, Xəyanət serialı, bəli, serial kimi yox, ümumiyyətlə proyekt kimi. Azərbaycan televiziyasının birinci yerindədir. Bir dənə sayt hələ görmədik ki, orada yazsınlar ki, ancaq şəxsi həyat getdilər, gəldilər, nə bilim nədir, belə elə. Mən görmədim. Bir də açın görün mənim şəxsi həyatımdan başqa bir işimlə bağlı bir paylaşım var, yoxdur. Amma şəxsi həyatla da bağlı paylaşımlar da çoxdur, şərhlər də çoxdur. Bu sizi narahat eləyir, ya necə? Yəni sənətin qabağına keçirmir. Məncə siz özünüz bunu gizlətmişsiniz axı şəxsi həyatı. Yox, mən gizlətmirəm. Mən gizləyəcək bir şeyim yoxdur axı. Sadəcə deməyim odur ki, işə köklənsinlər də biraz. Biraz işlərimiz, yəni biz uğurlu işlər görürük də, düzdürmü? Məsələn, Qardaş Andı kimi serial çəkmişik. Ölkədə ilk hərbi serialdır. Bir dənə sayt yazdım onunla. Yox. Yəni bir xəbərlərdə gördüyümü yox. Niyə eləmirlər? Çünki maraqlı deyil. Neynlə o gərək kimisə, nə bilim, qısa ətəkdə gördük, nə bilim, nə deyib, belə xəbərlər daha çox baxılır da. Bilirsiniz, görürsünüz, elə orada belə baxış sayına uyğun hərəkətlər edirlər. Bunu mən düşünürəm bir qədər kanal özü də etməlidir. Çünki bu kanalın layihəsi yox, kanal edir, yəni kanal öz verilişlərində kifayət qədər söhbət kanaldan getmir. Söhbət ümumiyyətlə ümumilikdə, yəni yanaşma fərqli olmalıdır. Mən də elə düşünürəm ki, yenilik olanda, yeni bir layihə olanda ümumiyyətlə heç bir öncəsi olmayan layihənin ilk təqdimatında daha ağırlıq verilməlidir onun tanıtımına da, onun reklamına da. Və önəmli bir proyekt axı. Bizim Vətən müharibəsindən sonra olmuş bir layihədir. Biz necə onu yan diqqətsiz qoya bilərik? Düzdürmü? Pis olsa belə onu vurğulamalıyıq ki, misal var belə bir serial pisdir. Misal belə bir xəbər deyək ki, o belə yoxdur. Cəvdət bəy, bəs layihəni ilk öncə, yəni başlayanda əvvəldən PR necə getməlidir? Yəni bir prodüser kimi bunu necə həll edirsiniz? Baxın, biz o vaxt Xəyanət serialına başlayanda mənim demək, Xəyanət serialından əvvəl 2 dənə də serial çəkmişdim prodüser kimi. 13-cü mənzil və Arzular serialı. Amma belə boom yaratmadı. Çünki orada 13-cü mənzil gözəl serial idi, amma bilirsiniz bizim tamaşaçı biraz romantik komediyanı sevmir. Romantik komediyanı bəlkə kinoteatrda sevər, amma televiziyada məncə elə bir janrdır ki, doğrudan yəni yeyilməyən janr. Məsələn, mən romantik komediyaya nə qədər baxa bilərik? Nə qədər məsələn gündəlik serialda biz romantik komediyaya baxa bilərik? 2 bölüm, düzdürmü? İntrig olmayan şeyə nə qədər baxmaq? İntriqanı daha çox sevirlər izləməyi. Axı biz özümüz də sevirik. Biz intrig olmasa niyə baxaq seriala? Baxın, bir dənə şeyə çıxım, indi qayıdacağıq o PR məsələsinə. Bizdə serial çəkirlər, rəssamını yaxşı eləyir, işığını yaxşı eləyir, geyimlərini yaxşı eləyir,
operator, bahalı operator gətirir, rejissor filan, kadrlar filan, içi boşdur. Aha. Və içi maraqsızdır. Qəşəng kadrdır. Məsələn, qoyublar Hollywood. Amma mövzu yoxdur. Məsələn, var da elə şey, mən də siz yaradıcı adamın xətrinə dəymək olmaz, onu ad çəkmək istəmirəm, amma Ssenari boşluğu var da deyək. ssenari boşluğu və rejissor işi və prodüser işi. Misal üçün baş rola məsələn xarizması olmayan bir aktyorlar çəkirlər. Bax mən də o razı deyiləm ya fikrinlə. Olmaz. Uzun müddət baxmaq olmur o seriala. Olmur. Çünki baxın, mən bir tamaşaçı, biz özümüz indi ola bilər bizim vaxtımız yoxdur da, bir nəyəsə oturaq, diqqətlə baxaq. Mən baxıram, mən o vaxtı baxırdım, Türmədən Qaçış serialımız var idi, bizim deyildi də. Ailəsdə yayımlanırdı, mən də baxırdım. Amerikan serialı idi da. Mən necə baxırdım o serialı? Mən 4 mövsümü idi, 3 mövsümü diskdə var idi. Mən o, valla 3 günə baxdım o 3 mövsümə. Halbuki biri 22-24 bölümlər idi. Bəli. Amma orada aktyor xarizmatik idi. Hamısı orada xarizmatik. Orada ekrana bağlanmaq üçün o xarizma ilk orada növbədə olmalıdır. mənfi aktyor da xarizmatik idi. Deyirdim ki, o idi adam belə azarkeşlik eləmək istəyirdi Elə onlar. xüsusilə mənfi aktyor xarizmatik olmalı. Bəli. Amma bizdə neyinlər? Yəni valla mən heç kim xətrinə dəymək istəmirəm. Biz teatr aktyoru var və televiziya aktyoru var və bədii film aktyoru var mənə görə. Aha. Bədii filmdə sən estetikaya fikir verməyə bilərsən. Necə fikir verməyə bilərsən? Mövzuya uyğun. Sən rəssam həyatı çəkirsən, ola bilərsən gözəl, yaraşıqlı olmayan bir adamları çəkirsən və bu gözəl ola bilər. Çünki filmdir. Biz həmin adamın həyatına baxırıq, 2 saatlıq, 3 saatlıq. Amma televiziya elə bir şeydir ki, mən o adamın dalıyca 3 saat, nədir onun adı? 200 bölüm gedənəm, yox. Ora kim olmalıdır? Bir gözəl qız olmalıdır. Təbii. Və bir yaraşıqlı oğlan olmalıdır ki, biz onlara azarkeşlik eləyək ki, ay Allah, bunlar nə vaxt qovuşacaq, niyə bunlar qovuşmurlar? Çünki televiziya bunu tələb edir. Razıyam düzdür. Mən də elə o qayıdıram sizin sualınıza, PR məsələsində həmişə aktyorlara üstünlük vermişəm. Niyə? Mənə görə serialın əsas özəyi ssenari və aktyor olmalıdır. Baxın, bizim Xəyanət serialının 2-ci mövsümündə ölkənin ən, necə deyim, televiziyada parlayan aktyorlarını mən gətirdim seriala. Və biz reytingləri darmadağın, 13 reyting verirdik, 14 reyting verirdik. Bu böyük nəticələrdir. İndi biz ola bilsin, elə adamlar var, 1 reyting verə bilmirlər, böyük işlər görürlər, 1 reyting verə bilmirlər. Biz artıq elə bir vəziyyətə gəldik ki, misal 10 reyting verəndə küsürdük ki, nə oldu buna? Niyə 10 reyting veririk? Belə tez, misal mən Gəra ilə görüşürdüm ki, tez bura görə biz nəyə düz eləməliyik ki, biz 10 reytingə düşdük. Tez belə təzdən yığırdıq, yığışdırırdıq. Bilirsiniz, mənə görə PR, aktyor və ssenaridir. Sən birinci bölümü yaxşı çəkdin, yaxşı aktyorlardan çəkdin və elə bir yerdə bitirməlisən ki, tamaşaçı desin ki, oy da, misal qonşusuna yıxsın ki, filan kəs, belə bir serial var, bax ona. Və yaxud dostuna desin. Növbəti bölümü gözləməli. Bizdə elə deyil. Bizdə misal bu yaxınlarda bir serial var idi. Dostumuzundur. Mən də xətrinə dəymək istəmirəm, adını da çəkməyəcəm. Deyir ki, serial 6-cı bölümdən sonra başlayır. Elə serial var 6-cı bölümdən sonra başlayır. Mən bir ay, 2 həftə oturum gözləyim ki, nə vaxt başlayacaq bu? Elə olmur axı. Biz mən birinci bölümünə baxdım. Birinci bölüm məni cəlb eləmədsə. Cəlb eləmədsə adam baxmır sonra. Əlbəttə ki, baxmır. Mən niyə baxım ona? Niyə qəşəng kadrı var deyə? Elə mən oturaram, elə YouTube açaram, gözəl kadrlar yazaram. Elə mənə peyzajlar verərlər ki, oturaram ona baxam, əgər mən elə şey baxmaq istəyirəm. Bilirsiniz, səhv salırlar. Bizim dəyərli prodüserlərimiz var, dəyərli rejissorlarımız var. Bəzi şeylər səhv salırlar. Elə bilirlər ki, kino təkcə gözəl kadr deməkdir. Xeyr. Yəni serialdır, kinodur bunlar. İlk öncə süjetdir. Məni nə ilə cəlb edir? O ki 5 dəqiqəsi qəşəng kadrına görə baxdım. Gözəldir. Mən də həqiqətən o seriallara baxıram. İlk bölümlərinə baxıram. 5 dəqiqə kadrlarına baxıram, deyirəm, o möhtəşəm, qəşəng, əla işləyiblər filan. 5 dəqiqədən sonra artıq mən mövzu istəyirəm axı. Mövzuya gec girirlər. Gec girirlər. 6-cı bölümdə mövzuya girmək olar. Biz bəzən belə şeylərə, bəzən yox, həmişə belə şeylərə fikir vermək lazımdır. Yox, reyting məsələsi çox çətin məsələdir. Türk seriallarla müqayisə edirik. Təbii ki, bizdəki və onlardakı imkanlar nə qədər fərqli olsa da, istərsəniz birinci türk seriallarla müqayisə edir. Amma onlar da reyting xatirinə bəzən hadisəni ortadan başlayır. Artıq finaldan başlayır, sonra açır. Yəni bu hallar da çox olur. Sırf reyting xatirinə. Necə deyim?
söhbət reytinqdən gedirsə, biz bir iş görürük televiziya üçün. Burada məqsəd nədir? Kanal reytinq qazansın. Bəli, Düzdürmü? tamaşaçı gəlir. Yoxsa kanal neynirsən o serialı? Düzdürmü? Belə əlbəttə. Həm maraqlı hekayə danışmalıdır, həm reytinq verməlidir. Yox, reytinq verməlidir. Maraqlı hekayə danışdı, reytinq vermədisə, demək uğursuz işdir. Hə, demək Bilirsiniz, hardasa bizdə səhv olur. bilirsiniz, belə bir şeylər var. O uğursuz işlər görən və yəni reytinq yığa bilməyən işlər var. Onların prodüserləri və ya rejissorları, aktyorları deyirlər ki, bizə reytinq lazım deyil. Səhv fikirdir də, düzdürmü? Bəli. Sən Bütün istənilən layihə televiziyaya reytinqlə serial başlanır. verirsən, deyirsən bizə reytinq lazım deyil. Necə sənə reytinq lazım deyil? Bəs onda niyə çəkirsən bunu? Sənədli film çəkilmir axı. Sənədli film çəkilən zamanı ona reytinq önəm verməyə bilərsən. Hansısa hadisənin realının sənədli əsaslarla çəkirsən və bu sənə reytinq verməyə Bəli. bilər. Amma bu o demək deyil ki, hər reytinqli iş əladır. Söhbət bundan da Təbii ki. getmir. Hər şeyi qoyuruq qırağa. Biz obyektiv danışaq da, düzdürmü? Ola bilər siz o qədər möhtəşəm bir iş çəkəsiz ki, amma möhtəşəm iş çəksəz ola bilməz ki, reytinq verməsin. Elə bir şey olmur. Yoxdur elə bir şey. Siz möhtəşəm iş siz bilirsiniz anlayışları fərqlidir. Möhtəşəm iş deyəndə Nə başa düşürük? onlar görüntünü nəzərdə tuturlar, içini nəzərdə tutmurlar. Düzdürmü? Nə oldu elə bu qədər işdən niyə bir dənəsi reytinq vermir? Niyə misal üçün futbol gedəndə həmin kanal birinci yerdə olur, amma seriallarında Seriallarda birinci altda olur. Niyə? Çünki maraqlı deyil də, yəni. Müəyyən mənada Bu sübut deyil, yəni. Sübut deyilmi bu? Yəni ki, futbol vaxtı birinci olan kanal. Demək kanalda problem yoxdur. Kanala hər kəs İzlənir. baxır, izlənilir. Bəli. Demək sənin işində problem var ki, sən birinci yerdə birinci yerdə olmaya ehtiyac yoxdur. İndi hər kəs birinci ola bilməz ki. Yəni üst sıralarda olmalısan da ən az. Rəqabət olmalıdır. Rəqabət- İnkişaf üçün rəqabət olmalıdır. Valla mən bəzən mən ümumiyyətlə necə azartlı adamıyam. Bəzən bizən mənim bütün camiyə bəlkə də məndən zəhləsi gedir. Hə, çünki mən biraz qıcıqlandırıram. Hə, niyə sevirəm o işləri? Onlar da məni qıcıqlandırsınlar. Yəni əgər məni keçirlərsə, qıcıqlandırsan mən ondan daha da həvəsə gələrəm. Rəqabətə dəvət edirsiniz də. Həmin yəni deyirəm yarışaq da. Bu düşmənçilik eləmirik ki, yarışaq. Yarışaq, Maraqlı sağlam olsun. yarış. Sən də əziyyət çək, biz də əziyyət çəkirik, ikimiz də əziyyət çəkirik. Amma əziyyətimizi gəl elə eləyək ki, maraqlı tamaşaçıya maraqlı olsun. Mən bəzən misal üçün reytinqlər paylaşıram, söz atıram falan. Görmüşəm. Hə, yəni sevirəm elə şeyləri. Yəni rəqabət yoxdur. Misal üçün. Yad Təəssüf. qohumların da Məsələn biz hə? Yad qohumların da layihə rəhbərisiniz. Bəli. Hansı daha uğurludur sizə görə? Yox, mənə görə xəyanət, yəni mənim ən sevdiyim. Mənə elə gəlir ki, yad qohumlar birazca uduzur layihələrinizin içində. Amma nəticəsi İzlənir. yəni Yenə. 6 son elə dünən yox Sıragin 6:32 verib. 6:32 çox böyük nəticədir. Gündəlik serial. Gündəlik isə özü də Gündəlik saat serial 11-də üçün başlayır, bəli, yaxşıdır. 12-də bitir. Yəni 11-də başlayıb 12-də bitən gün, yəni həftə içi özdə, həftə sonu deyil, deyim cəmaət oturub yatmır. Həftə içi gedən serialda o gecə 11-də başlayıb 12-də bitən 6:32 verirsə bu böyük nəticədir. Təbii Çox ki. böyük nəticədir. Məsələn bizim plankamız nə idi? Maksimum 4-5. Çünki gecədir. Yəni gecənin bir rəqəmləri Amma o var. saatda türk serialları da yayımlanır. Əgər onun qarşısındakı Türk bir seriallarına tamaşaçı- biz indi Türk seriallarına qarşı deyilik əlbəttə. yo ki, statistikaya biz baxırıq, Türk serialları çox Onlarda da geridədir. reytinqlər Çox daha geridədir. aşağıdır. Bizdə. Yox, bizim tamaşaçı seçim edib öz serialımıza Öz serialımıza baxırsa, baxmaq bu artıq, istəyir. Bəli. Bəli, öz seriallarımıza baxmaq. Çünki biz özümüzü görmək istəyirik də orada. Yəni biz də istəyirik ki, bizim aktyorlar da inkişaf eləsin, sektorumuz ümumiyyətlə inkişaf eləsin. Yəni nə yaxşı olar ki, Bilirsiniz- daha keyfiyyətli işləri görək. Üzr istəyirəm, gündəlik serialla həftəlik serialları bəzən səhv salırlar. Təbii ki, onlar Misal qarşılama üçün olmaz. indi böyük büdcəli bizim həftəlik seriallarımız çəkilir də. Onlardan özləri ha, tamaşaçı yox. Özləri bizdə müqayisə edirlər ki, bizim iş daha keyfiyyətlidir. Əlbəttə sənin işin daha Gündəliklə keyfiyyətli təbii ki, olmalıdır. müqayisə Çünki biz olunmayacaq. aya 30 bölüm çəkirik, sən aya 2 bölüm zorla çəkirsən, 30 3 bölüm bölüm. demək olar ki, günə bir bölüm düşür. 60 günə 12 bölümü özdə bilirsiniz necə çəkirlər, zülmlə. Çatdırmırlar, əlavə overtime filan. Və o işdən bu işi siz müqayisə tuta bilməzsiniz. Düzdürmü? Bizdə əlbəttə ki, keyfiyyət aşağı olacaq. Çünki biz aya 30 bölüm, siz 12 bölüm. Heç 12 bölüm Bəs siz 6 bölüm. düşünürsünüzmü ki, Cövdət bəy, keyfiyyəti qaldırmaq üçün 10-12 bölümlük seriallara keçmək lazımdır? Yox, mən bilirsiniz bütün dünyada var. Gündəlik serial mütləqdir. Aha. Gündəlik serial türklərdə də var. Hamıda var. Bəli, keyfiyyəti bizdən yaxşıdır. Çünki orada 200-300 adam işləyir. Bizdə 20-30 nəfər işləyir maksimum, düzdürmü?
203 onlar 2 komandaya bölünürlər. Əsas xəttləri bir əsas rejissor çəkir, o bir rejissor da ikinci dərəcəli aktyorları çəkir, Böyük personajlar. komandalarda bəli. Hə, yəni o əlbəttə o bizdən keyfiyyətli olacaq. Amma gündəlik serial mütləqdir. Gündəlik serial bəs tamaşaçı hər gün nəyə baxsın? Təbii ki, bu da lazımdır, amma ola bilər əgər belə bir layihə olsa ki, maraqlı gəlsin sizə, deyək ki, hadisə sadəcə 12 seriyadan ibarətdir də. Yox, əlbəttə ki, mən elə şey deyil. Qardaş Yəni Andının özü də 33 bölümdür. 33 bölümdür. Yəni. Qısa, bəli, o da qısa serial. Yox, yəni yaxşı bir iş olsa, bilirsiniz mən onları ayırıram. Bu başqa bir siniflərdir. Yəni bu başqa bir kateqoriyadır, bu başqa bir kateqoriyadır. Bu ailə məişətdir. Bu nədir? Hər gün bir tamaşaçı oturub kimisə həyatına baxır. Bu şoudur da, bildiniz necə? Reality show. Hə, reality show kimi bir şeydir. Otururuq, hə, görək bu falan kəsin həyatı necə oldu, öldü, durdu. Çünki bilirsiniz, bizim Xəyanət serialının tamaşaçısı o qədər sevir. O qədər böyük bir maraq var. Mən yəni həqiqətən serial başlamamışdan qabaq mən verilişdə idim Xəzər TV-də. Hələ başlamamışdı. Mən orada dedim ki, bu serialını tutmamaq bir dənə şansı var ki, bu serial o vaxt tutmaz ki, ölkədə işıqlar sönər. Aha. Ki bu serial Bu baxılmaz. iddialı danışırsınız. Çox iddialı idi. Çünki komandamız yaxşı idi, aktyor truppamız yaxşı idi və biz bunu getdikcə daha da təkmilləşdirdik. Çünki bir serial elədir ki, ölməlidir də indi bizim tamaşaçı əlbəttə ki, bəzən üsyan eləyir ki, falan kəsi niyə öldürdünüz? Çünki falan kəs artıq bir xətt vermir. Missiyası bitdi. Missiyası bitdi, məcbur öldürürük. Biz istəyərək öldürmürük. Çünki yoxsa təkrarlanacaq. Və bizim gündəlik serialında mən Gəranə həmişə söhbətimiz o olub ki, mən demişəm ki, Gəra uzatma. Tez-tez hadisələr tez-tez elə. Yəni bizim Dinamik olanda daha çox izlənir. bəli, baxın da, yəni mən bunu siz bütün gündəlik seriallarımızı açın. Görün orada belə boş-boş qənd qabının söhbətini eləyirlər. Bu qənd qabını kim qoyub bura? Gəldi, gəlin gəldi. Yəni belə mövzu bizdə ümumiyyətlə ola bilməz. Bizdə konkret mövzulardır ki, yəni tez oldu, bitdi. Uzatmayalım. Həllini tez Hə, tapın yəni hadisələr. ona görə də bizdə aktyorlar tez-tez dəyişir. Çünki mövzumuz o qədər dinamikdir ki, missiyasını bitirdi, öldü və yaxud çıxdı, getdi. Əsasən ölür daha doğrusu. Hə, işini gördü, getdi. Əsas ailə amma qalmalıdır. Əsas ailə çünki bunlardan bəhs edir. Biz indi bunları öldürə bilmərik. Serial o vaxt bitəcək ki, əsas qəhrəmanlar öləcək. Hə, təbii ki. Ya da xoşbəxt sonla bitəcək. Bəli, amma inşallah nəticələrimiz elədir ki, hələ ki yəni bitirmək kimi bir şey görmürük. Bir necə deyim? Yəni sona gəlmək niyyətiniz yoxdur hələ. Bizim ola bilər niyyətimiz var ya, amma biz inşallah nəticələrimiz yaxşıdır deyə tamaşaçı istəyir də bizi niyə bitirək onu. Nə vaxt tamaşaçı görsək ki, atıram biz indi 10-11 veririk də bu dəqiqə. Nə vaxt ki görsək ki 4, 3, Artıq reytinqlər 5, düşür, artıq bitirməyə onda vaxtı. deyəcəyik ki, deyə artıq bitdi, bitməlidir. Halbuki elə seriallarımız var ki, o 4-5-i arzulayır. Biz amma bitiririk. Cövdət bəy, bəs yeni layihələr varmı ümumiyyətlə? Deyək ki, Xəyanət serialı bitsə, ağlınızda belə bir fikir varmı yeni layihələr? Var, elə Qardaş Andı Dünən gedir, yox təbii Sıragin. ki, izləyirik Qardaş Andı gedir. Hə. Yox, biz dünən yox Sıragin ilə Gəra ilə söhbət etdik. Qəşəng bir layihə beynimizdə var. Yəni nə vaxt xəyanət bitəcək onu eləyəcəyik. Məncə yəni biz artıq belə deyim, tamaşaçının nə istədiyini qismən bildiyini istəyir. Biz zamana uyğunlaşırıq. Məsələn, bizdən əvvəl nəticə verən rejissorlarımız var idi ki, böyük nəticələr verirlər, amma indi verə bilmirlər. Niyə? Çünki zamanla uyğunlaşa bilmirlər. Dinamika yoxdur serialda, boş. Məsələn, anonsları belə maraqsızdır. Düşünün, bir serialın ki, anonsu maraqsızdır, görün serialın özü necə maraqsızdır indi. Anons sakit, maraqlı, musiqi tərtibatı yox. Musiqi tərtibatı çox önəmlidir. Çox önəmlidir. Məsələn, mən önəmlidir. bizim montajyorlarımızı mən ümumiyyətlə buradan salamlayıram. Bizim montajyorlar çox əjdaha montajyorlardır. Biz bu stilistikanı çox çətinliklə tapmışıq. Biz ilk bölümlərdə belə bir stilistika yox idi. Bilmirəm, siz indi Xəyanət serialını izləmisiniz. Ardıcıl izləməmişəm. Hə, bir Sizə görə randomlu bir bölüm. Qonağımız Hə, olacaqsınız deyə bir elə belə YouTube-da bir təsadüf bir bölümə izləyin və oradakı musiqi tərtibatı,
montaj işinə baxın və Səni digər gəlin, seriallara bəli, baxın. Montaj işi. Çox fərqlənir. Nə stilistika razıyam. fərqi var. İzlədiyim Hə, biz- qədərilə razıyam. Biz daha çox, misal üçün mən türk seriallarına həmişə baxırdım o vaxtı. Sevmirdim mən türk seriallarını. Amma mən bilirəm ki, bizim tamaşaçılar şərq serialları, yəni belə necə deyim, musiqili, yəni soyuqqanlı serialları sevmirlər. Bizim filmlərimiz Temperamentimizə uyğun deyil də. hə, yəni Biz ağlamaq şərqi istəyirik, daha gülmək çox. istəyirik, kədərlənmək istəyirik, Bəli. belə şeylər istəyirik deyə. Biz həmişə montajyorlarla ilk olanda, ilk başlayanda bu işə mən dedim ki, bunu uzadın. Burada musiqi verin. Boş səhnə olsa belə musiqi düzgün Musiqi seçin. lazımdır. Çünki bax indi biz söhbət eləyirik də. Biz indi burada söhbət eləyirik. Amma təsəvvür edin ki, hər gün belə söhbət eləyirik. Tamaşaçı bizə baxar. Yox, bir dəfə baxar. 2 dəfə baxmaz məncə. Bir dəfə baxar çünki Baxar. yox, hər gün təsəvvür edin ki, musiqisiz belə söhbət eləyirik. Yox, quru söhbətə təbii ki, orada ya şeir qatmalısan o hər günkü söhbətin içinə, ya bir Nəsə musiqi, olmalıdır da, mütləq nəsə olmalı. olmalı. Bizim montajyorlarla bax o stilistikanı tapmışıq. İndi məsəl mən o qədər arxayınam onlara. Yəni heç mən baxmasam, məsəl ilk 2 mövsüm mən bütün bölümləri yerimi izləyirdim. Gecə 2, 3, 4-ə qədər oturdum, izləyirdim. İndi artıq montajyorlarımız maşallah elə əjdahadılar ki, heç bilirlər ki, mən oradan məsələn nə istəyirəm. Dərhal onu qoyurlar, mən efirdən baxıram. Çalışıram hər gün onu efirdən baxım ki, görüm nəyə düz eləyiblər, nəyə düz eləyiblər. Maşallah əjdaha kimi işləyirlər, ehtiyac yoxdur heç baxmağa. Məncə özlərini demişəm ki, elə nədən yığın, göndərin kanala, ehtiyac yoxdur baxmağa. Yaxşı, etibar gözəl şeydir. Professional işləyirlər də belə deyək ki, artıq. Bəli, bizim Və komanda bir müddət işləyəndə artıq hamı bir-birinə öyrəşir, bəlkə də tempi tuturlar, o da var. Ona görə. Artıq biz hamımız bilirik nə istəyirik. Bizim rejissorumuz Pərviz Həsənov, yəqin hamınız tanıyırsınız. Təbii, tanıyıram. Çox gözəl insandır, qardaşımızdır. Mən o xəttini çox istəyirəm. Amma məsələn belə bir məqam olmuşdu, onu danışım. İkinci mövsüm bizə ikinci mövsümdən qoşuldu Pərviz. Mən çox narahat idim. Çünki Pərviz başqa stilistika bilirdi. Amma bizim stilistika fərqli idi deyə Pərvizə çox yad idi bu söhbətdə. Mən girdim montajda baxırdım. Çox narahat olurdum. Belə əməlli başlı, yəni belə stresə düşmüşdüm ki, mən istədiyimi çəkmir. Biz dəfələrlə Pərvizlə görüşürdük. Deyirdim Pərviz, bax, falan şey falan. Deyirdi narahat olma, əmi yaxşıdır. falan. Yəni orada bizim nə qədər belə toqquşmalarımız olub. Pərviz məsələn öz stilistikasında çəkib demişəm, yox, tamaşaçı bunu istəmir. Bilirsiniz, tamaşaçını saxlamaq lazımdır efirdə. Nə ilənsə saxlamaq lazımdır. Mövzu, musiqi, aktyor, nə ilənsə saxlamaq lazımdır. Olmaz belə çək, baxmasalar da uyğun olmaq lazımdır. Serial sektorunda film təbii ki, tamam başqadır. Amma bu serial sektorunda yəni sırf tamaşaçının zövqünü oynamaq lazımdır. Düzdürmü? Başa düşdüm sizə. Çox da belə bilirsiniz, elə tamaşaçı zövqü var ki, biz ora qədər düşə bilmərik də. Amma gözəl tamaşaçıdan söhbət gedir də. Əlbəttə oynamalıyıq olan zövqünü. Çünki bizə baxan olardı. Bizim işdə elə bir işdir ki, biz çəkib özümüz evdə baxa bilmərik axı buna. Düzdürmü? Mən açdım dedim, mənim xalam oğlu dedi ki, əla işdir, bibim oğlu dedi, əla işdir. Mən bununla kifayətlənmirəm. Mənə tamaşaçı rəyi lazımdır ki, desin ki, əladır. Və bu əla da nədir? Nəticələr. Biz misal Xəyanət serialı YouTube-da da gözəl baxışlar yığırıq, televiziyada da gözəl baxışlar yığırıq. Düzdürmü? Bu təsadüfdürmü? Yox. Təsadüf ola 1 il. 3 ildir biz birinci isə, demək ki, biz nəyəsə düz eləyirik ki, biz birinci. Və bizim üstümüzə o qədər seriallar gəldi. Baxın, düşünün, digər kanallar hamısı bizlə eyni vaxtdadır da. Biri bizə rəqib ola bilirmi? Yox, ola bilmir. Bunu da pis mənada demirəm, ha. Ola bilər mən sabah bir iş görüm ki, onlar məni keçdilər. Bu normaldır, bir işdir. Biz elə bir iş görə bilər ki, sabah nəticə verməyər, yəni bağlayarıq, başqasını işləyərik. Burası aydındır. Amma onlar neçə illərdir uduzurlar. Baxın, Xəyanətin üstünə nə qədər seriallar gəlib. Gündəlik seriallardan söhbət gedir və yaxud həftə sonları serialı. Biri yaxın nəticə göstəribmi? Yox. Məsələn, digər kanallar dayanmadan serial bağlayırlar. Çünki yaxın gələn yox, nəticə verən yoxdur. Bu nəticədə valla düzgün seçimlər eləmirlər. Ona görə nəticə yoxdur. Bir gün gəlsinlər, mən onlara
Master klass keçir. Elədir. Cövdət bəy, bəs bir müsahibənizdə rastıma çıxmışdı ki, mən heç aktyor olmaq istəmirdim, pilot olmaq istəyirmişsiniz deyəsən. Yox, pilot olmaq istəmirdim. Sadəcə universitetdə məktəbi bitirdim. Bir boşluq da bizdə Azərbaycan reallığı nədir? Hansı universitetə girim, tək universitetə girim. Elə oldu ki, mən aviasiya akademiyasına verdim. Qabiliyyət imtahanını keçdim, amma testə keçə bilmədim. Testə keçə bilmədim, bir il boş qaldım. Və bir il boş qaldım, o bir il ərzində dayanmadan gündə bəlkə də bir 6-7-dən kinoya baxırdım, xarici kinolara. Oradan maraq yarandı. Hə, oradan bir qəribə maraq yarandı, amma bunun bir alt şeyi də var da. Mən 11-12 yaşımda, 13 yaşımda filan Nəsibə xanım Zeynalova, Allah rəhmət eləsin, böyük sənətkarımız. Mən onun evində böyümüşəm, biz ailəvi yaxın olmuşuq onlarla. Hə. Elə oldu ki, Nəsibə xanım bir verilişə çəkilirdi, Parabüzən. O vaxtı Lider TV-də gedirdi. Mən də elə oldu ki, dedi gəl sən də çəkil. Mən də uşaq idim, uşaq verilişi idi də, o vaxtın o yeralaş verilişi kimi idi. Hə, çəkildim, məsələn, evdə istəyirlər çəkilim filan. Belə də məni cəlb eləmədi. Yəni, O vaxt maraq olmadı. Yəni, çəkilirdim, amma bir marağım yox idi. Sonra bu filmlərə ki, dayanmadan baxdım, belə xarici aktyorlar filan. Mən də belə o vaxt iddialar başqa idi, Hollivooda gedəcəm. Sonra iddia biraz düşdü, Türkiyəyə gedəcəm. Sonra lap düşdü. Qalacam burada. Hə. Çox baxdım filmlərə və mən indi bu dəqiqə necə deyim, baqajım əsasən mən baxdığım filmlər. Mən məsələn yeni müasir filmlərə baxa bilmirəm. Yoxdur, yaxşı film yoxdur. Mən kinoteatra gedirəm, filmə baxmaq istəyirəm. Belə dəxlisiz filmlərdir, baxmaq istəmir adam, nə bilim, sevmirəm. Müasir filmləri sevmirəm. Ancaq köhnə filmlərə baxıram. Köhnə dediyimdə yəni 70-ci illər yox, yəni yaxın köhnələrdə, yəni 2000-lər filan. Hə. Yəni dayanmadan onlara baxıram. Hər dəfə də məsələn biz yoldaşımla deyirəm ki, gəl filmə baxaq. Deyir baxdığım filmə baxmayaq. Deyirəm mən yeni filmə baxmaq istəmirəm. Yəni baxdığım filmlərə baxmağı sevirəm. Çünki yaxşı filmlər o vaxt idi. İndi yaxşı film yoxdur. Təəssüf. Biz də nə öyrənmişik elə o vaxtki filmlərini öyrənmişik. Cövdət bəy, belə bir anlayış var ki, sənət üçündür və eyni zamanda da sənət çörək pulu qazanmağa da xidmət eləməlidir. Sizin üçün hansı daha önəmli olur? Əlbəttə ki, pul qazanmaq mütləqdir. Qazanmaq tərəfi. Əlbəttə. Başqa bu işi biz niyə görürük? Mən misal üçün mən o vaxt teatrda işləmişəm filan. Bizim indi teatrlarımızın maaşları kifayət qədər yüksəkdir, yaxşıdır. O vaxt biz işləyəndə çox aşağı idi maaşlar. Və mən özümü ömür boyu teatrda yəni sevmirdim teatrı. Niyə? Çünki mən teatrda çıxırdıq, alqış filan. Amma qazanc yox. Amma bilirdim sən metroda basa-basdan, bayaq misal üçün baş qəhrəmanı oynadığım mən metroda belə kimisə belə çox çətindir. Yəni teatrı mən sevmirəm. Nə yalan deyim. Hə, sevmirəm. Və hətta mən 10 il teatrda işləmişəm də, 7 il bələdiyyə teatrında işləmişəm, 3 il də Rus dram teatrında işləmişəm. Sevmirəm nəsə. Mənə görə yəni bəlkə o temporitm, həyat temporitminiz, xarakteriniz bəlkə. Mən düşünürəm ki, biz həyata gəlmişiksə bir uğur qazanmalıyıq. Teatrda aktyorları necə deyim, belə saxlayırlar orada, yəni narahat olma, əla olacaq. Narahat olma, əla olacaq. 50 yaşı olur yazığın, məsələn nə ev ala bilib. Halbuki oturur gözləyir ki, məsələn ev alacağam filan. Nə ev ala bilir, nə pul qazana bilir, nə ailəsi yaxşı olur. Məsələn bu hamıya şamil deyil də. Bir faiz nisbətinə. Yəni mənə görə teatr aktyorları öldürür. Bax indi biz serial çəkirik də. Serialda bizim bəzi aktyorlarımız var ki, böyük uğurlar qazanırlar, yaxşı dostlar qazanırlar, necə deyim, yaxşı əlaqələr qazanırlar, yaxşı pul qazanırlar serialdan. İndi hamı qazana bilmir də, hamı kateqoriyasına uyğun qazanır. Bu da ayrı mövzudur. Vaxtımız yoxdur, sonra danışarıq. Gələn dəfə danışarıq. İnşallah. Yəni teatr mənə görə aktyorları öldürür. Bax qoymurlar sən çəkilməyə. Tez gəl. Şey var, məşq var. Niyə bax məşq bu boyda məsələn mən teatrdan çıxma səbəblərimdən də biri o idi. Ki məsələn 45 saniyəlik yerim var. Məni saat 11-dən çağırırlar ki, gəl məşqə. Deyirəm amma mən 3-də də gəlsəm mən o yerimi oynayacağam. Yəni bunu mən sənə deyirəm ki, mən orada hətta demişdim. Dedim mən sənə video ilə çəkim, göndərim hər cürə bu 45 saniyəni.
ki, yəni mənə ehtiyac yoxam heç orada. Bilirsiniz, aktyorlara bax elə əzillər, olmaz elə. Yox, mən düşünürəm ki, teatrda sadəcə özəl sektor biraz inkişaf eləmir. Yəni dövlətin himayəsində, dövlətin tabeliyindədir. Bu struktur belə qurulubdur. Məsələn, özəl tamaşalar olsa, kassa gətirən tamaşalar olsa biraz başqa Baxın, səfəriyyət ola bilər. mənim teatrım olsa və yaxud dövlət teatrını idarə eləsəm belə deyək ki, mən istəyirəm ki, mənim aktyorlarım hamısı tanınmış olsun. Təbii, bu tanınmış da- prodüser iddiasından irəli gəlir. Tanınmış da harda ola bilər? Bəli. Televiziya, filmlərdə. Bəli. Qoyun getsin, tanınsın. Sabah sənin teatrında atıram 20 dənə aktyorun varsa, onu tanınmışdırsa, sən artıq bir teatr olaraq böyük bir iş görmüş sayılırsan və sənin tamaşalara gəlirlər. Bizdə ancaq dəvətnamə verilir. Aha. Yəni yoxdur, bizdə o mədəniyyət yoxdur. Genim Çox təəssüf. azdır da, yəni çox az. O da köhnə adamlardır teatra gedənlər. Yeni müasir kim gedir? Gənc. Çox az faizdə bir Yəni adam o- teatra. Çünki necə deyim, cəlb eləyə bilmirlər. Cəlb Cəlb eləyə eləmək bilmirlər. Olmaz elə cəlb eləməmək. Bəli, istənilən işdə keyfiyyət və tamaşaçını cəlb eləmək lazımdır. Əsas tamaşaçını cəlb eləmək. Bəli. Keyfiyyət mütləqdir, o heç keyfiyyət olmalıdır. Olmasa tamaşaçını da zaten cəlb eləmək Hə, olur. amma əsas yəni cəlb eləməkdir. Forum Baku Telegram kanalına abunə olmaqla nə qazanırsınız? İşçi axtarırsınızsa, iş axtarırsınızsa, mütləq şəkildə abunə olun və orada istəklərinizi reallaşdıra biləcəksiniz. Və üstəgəl əl işləriniz varsa, geniş auditoriyaya tanıtmaq istəyirsinizsə, mütləq şəkildə bu fürsəti qaçırtmayın. Abunə olun və uğurlarınıza imza atın. Təşəkkür edirik Cövdət Mən bəy. sizə təşəkkür edirəm. Çox sağ olun, gəldiniz, vaxt ayırdınız və mən fikirləşirəm ki, bizim söhbətimiz hardasa yarımçıq qalan məqamlar da birinci oldu. seriyası idi. Yeni uğurlarla, yeni işlərlə bir daha qonağımız olmaq İnşallah. ümidi ilə. Təşəkkür edirəm sizin bu layihələrinizə də uğurlar arzulayıram. Təşəkkür edirik, İnşallah çox ən baxılan layihə olsun. Minnətdarıq. Sayənizdə. İnşallah. Təşəkkür. Bu ən çox baxılan sağ olun. layihə olacaq. İnşallah. İnşallah. Çox sağ olun. Təşəkkür Toy edirik, müsahibə Zəhra. deyil, layihə deyil. Təşəkkür edirik. Sağ olun, Bir daha sağ olun. işlərinizdə uğurlar. Növbəti görüşlərədək izləmədə qalın. Sağ olun. Hələlik görüşənədək.